Önemli tərəfi də var ki, onu hamımız həsəd aparmışıq, hamımız ona əhsən demişik ki, Müşfiq müəllim valideynlərinə o qədər gözəl qiymət verir ki, o qədər dəyər verir ki, o qədər yüksək sanki deyirlər, Allahdan sonra atasını, anasını görür və Müşfiq müəllimə buna görə də çox sağ ol deyirik ki, o hər kəsə, hər cəhətdən örnəkdir və hamı kimi Müşfiq müəllim bir şairə kimi mən də öz ürək sözlərimi Müşfiq Borçalı vətən deyib, ana deyib heydilin, el yolunda ağarıbdır hər telin, bir nəslin, bir obanın, bir elin, yanan gür ışığı Müşfiq Borçalı. Qara papaq, təpəri var dizində, Türk nəri həkk olubdu izində, ay ulduzun nuru gəzir üzündə, həqiqət aşığı Müşfiq Borçalı. Kimsəni nəzərdən qaçırmayırsan, könüllər qurursan, uçurmayırsan, bir yerdə dayanıb heç durmayırsan, gür çayın axışı Müşfiq Borçalı. Haqlı tərifini ellər söyləyir, şairlər başından şeir eləyir, çap işi olanlar səni səsləyir, kitablar naxışı Müşfiq Borçalı. Ata, ana sevgisidir qüdrətin, birə mindir el içində hörmətin, saadət deyil tükənməsin şöhrətin, elin yaraşığı Müşfiq Borçalı, həqiqət aşığı Müşfiq Borçalı. Teşekkür ederim. İndi isə mən sözü vermək istəyirəm. Borçalı cəmiyyətinin quruluşunda böyük əməyi olan Güllü xanım gec gəldiyinə baxmayaraq, ancaq həm də mübarək Dilbazar İctimai Birliyinin sədridir. Buyurun Güllü xanım. Yanan ürək, saf vicdan. Ürəkdən söylərəm, eşitsin cahan, sizə salam olsun Güllü evlərdən. Mənim əzlərim hər bir ürəkdən salamlayıram. Ramiz mənim təşəkkür edirəm ki, Müşfiq qardaşımın adına, sanına, yaradıcılığına belə bir dəndəzgah qurmuşsunuz. Çox sağ olun, çox minnətdarım. Mənim əziz qardaşım, ad gününüz, yubiley yaşınız, 2-5-iniz mübarək olsun. Mənim əzizlərim, biz Müşfiq Borçalı ilə 83-cü illərdən tanışıq. O vaxtda dostluq məktubu var idi, bir-birlərinə yazırdılar. İkimizin yazılarımız da Gürcüstan qəzetində çıxırdı və Respublika Olimpiyadaları vardı. Elə olimpiyadalarda da görüşümüz olurdu. O görüşdən elə biz qardaş bacı olduq. Hərdən mən Müşfiqin bacılarına deyirəm ki, Müşfiqin əsl bacısı mənəm, doğma bacısı mənəm. O qədər mənə doğmalıq göstərir. 1986-cı ildə Qazax rayonunun İncədərəsinin Kəmərli kəndə mənim toyum olubdu. Atası Mədət müəllimdən, bacısı Tərənə xanımdan özü gəlib bir gün o Qazaxın İncədərəsində qalıblar və mənim toyumda iştirak ediblər. Yəni mənim qardaşım, nə deyə bilərəm, Allah sənə bərəkətli ömür versin. İndi bəziləri ağzı gücü çatmayan, bir də görürsünüz, deyir ailədir. Uzun sürən ailə qurandan sonra çox ədəbiyyatda görünmədim, deyirlər ki, bu hardan çıxdı? Yəni ədəbiyyat elədir ki, bu yaxın məsafədə görünməsən də, istedad özünə harda olsa, uzaqdan da bulaq kimi qaynır, özünə yol tapır. Ədəbiyyata gələndə mən çoxları narahat oldu birdən-birə ki, yəni bu nə gəlişimdir? Ona görə də Müşfiq qardaşım, məni sən yaxşı tanıyırsan, mənim ömür yolumu, yaradıcılıq yolumu sən yaxşı bilirsən. Dünən xatirə dəftərini varaqlayıram, sinif yoldaşları xatirələr yazırdı və o xatirə dəftərində Müşfiq 10-cu sinifdə oxuyanda bir şeir yazıldı, bugün Facebook'da paylaşacağım. Bir əməlli başlı elə bir ustad kimi deyirəm ki, 10-cu sinifdə bir məharətinə bir bax. Ailənizdə xoşbəxt olun, evdə hörmət qazanmaq olar, ancaq evdə hörmət qazanmaq hər insana nəsib olmur. Yolun uğurlu olsun, ad günün mübarək olsun və mənim qardaşım. Sənin ad gününə əli boş gəldim. Sənin ad gününə əli boş gəldim, bir dəstə çiçək isə gətirənmədim. Ömrünün gününün zirvə çağında özümü vaxtında yetirənmədim. Biraz qayğılarım qatdı başımı, biraz dərdi sərim aldı huşumu, gözə görünməyən sevinç yaşımı sənin şad gününə götürənmədim. Verdim ateşlərə qəm qubarımı, axtardım ən gözəl söz mübarımı, sənə bağlı olan doğmalığımı könüldən könülə ötürənmədim. Bu ad günün mübarəkdir mübarək, bu ad günün mübarəkdir mübarək, sevincinə şərik olan mən gərək
Güllü eldən. Bu şeirə sığal çək. Demə sözlərimi bitirəmədim. Sənin ad gününə söz gətirdim, gül gətirəmədim. Bu arada Ramiz mənim çox xahiş edirəm. Brilliant xanıma da söz verərdiniz. Bizim özümüzün Gənclik Yardım Fondunda Tərla Musayevaya həsr olunmuş tədbirimiz var. O kitab təqdimatı biz ora çatasıyla elə gəldik ki, bura dəyək gedək sizin icazənizlə. Brilliant xanım. Mən düzü bir dəfə varsa siz oldunuz. Amma günahını da yudum. Gəlməsəydin həqiqətən bəlkinciyə deyirəm. Doğrudur, mən sənə deməmişəm, dəvət eləməmişəm. Amma bunu özün bilərəkdən gəldinsə, çox sağ ol, təşəkkür edirəm. Heç bayaq zəng vuranda dedim, görüm bu niyə zəng vurur. Heç xəbərim olmadı ki, gələ bilərsən. O qədərən iş başını qatıb, o qədərən tədbirləri başını qatıb, özü demişəm, hamıdan ilk tanış olsaq da, son vaxtların belə deyək də, bu aktivliyi qarşısında ən çox soyuqluqda yaranan Güllü xanımdır. Sağ ol Güllü xanım. Təşəkkür, var ol, yada salıb və gəldiyin üçün. Sağ ol. Sözümüz münasibətindən təbrik edirəm, Müşfiq müəllim. Biz qiyabi tanış idik, bugün şadam ki, əyəni tanış olduq. Allah sizə uzun ömür, can sağlığı versin. Həmişə həyatda xoşbaxt olasınız, ailənizlə, sevdiklərinizlə, əzizlərinizlə bir yerdə. Arzularınız için olsun, niyyətləriniz həmişə bərbad olmasın, abad olsun. Və mən bir bayatla çıxışımı bitirmək istəyirəm. Qoşa səni, Allah çəksin başa səni. Artığını deyənmərəm, qardaş, 100 il yaşa səni. Sağ ol. Sağ ol. Deyirəm ki, bir çıxışları bitirək. Çünki həm də burası soyuqdur biraz. Bizə də mən deyirəm. Şimdi isə mən sözü iki nəfərə verəcəm. Biri bizim Borçalı Cəmiyyətinin Gənclər Dolu'nun rəhbəri Nərmə xanım verəcəm məndən. Sonra da sizə verəcəm və ondan sonra biz sözü verəcək. İqtisad şifrəsi arasında siz və şairə şeirlərinizi oxuyasınız. Buyurun Nərmə xanım. Bununla davam edir. Tədbirimizi yekunlaşdırır. Müşfiq Borçalı'ya söz verəcəm. Ondan sonra bir iki kəlmə mən deyəcəm və tədbirimizi yekunlaşdıracaq. Buyurun. Xanımlar və bəylər, hamınızı salamlayıram. Yəni, burada kimlər varsa, hamınız mənim üçün dəyərlisiniz, özəlsiniz, möhtəşəmsiniz. Çünki bu sözü əminliklə deyirəm və sizlərlə fəxr edirəm. Müşfiq bəy, sizin bugün ad gününüzdür. Sizə həyatda bütün gözəllikləri arzulayıram. Yaradın, yazın, yəni bu kitablarınız, bu jurnallarınız daima olsun. Amma bizim evlərdə, bizim işlərdə ən uca və ən gözəl yerlərdə olsun. Biz onları açıb, oxuyub, sizlərlə fəxr edib və sizləri daima yad eləyək. Nə yaxşı ki varsınız, nə yaxşı ki siz ziyalılarla biz baxıb fəxr edirik və biz gəncləri hər zaman bax sizlərlə maarifləndirməliyik ki, sizlər varsınız. Təşəkkür edirəm, ad gününüz mübarək. Çox sağ olun. Bilmək istəyirəm, yubilyara Müşfiq Borçalı'ya buyursunlar. Ramiz müəllim, mən əvvəlcə Ramiz müəllimə təşəkkür edirəm. Yox, davam eləyəcək, tarix yox. Mən dəyərli dostlar, hamınıza təşəkkür edirəm. Başda Ramiz müəllimə təşəkkür edirəm. Məni yada saldığınız, diqqət göstərdiyiniz, qayğı göstərdiyiniz hamınıza təşəkkür edirəm. Var olun. Nə yaxşı ki varsınız. Mən statusumda da ona görə yazmışdım ki, ad günü bir gün olur, yubiley il boyu davam edir. Mən söz deməyən, söz kimlərə çatmırsa, onlardan xahiş edirəm, inciməsinlər. Yubiley davam edir. Artıq biz bir aydır bu tədbirə başlamışıq. İlk olaraq sağ olsun əskər yoldaşlarım başladı. 18-də Nur Ocağı keçirdi, bugün Borçalı Cəmiyyəti keçirir, 24-də tələbə yoldaşlarım olacaq və davam edəcək. Hamınıza söz çatacaq, narahat olmayın. Hamınıza təşəkkür edirəm, var olun, minnətdaram və məclisimiz davam edir. Şairlərimizdən çox xahiş edirəm ki, elə çay süfrəsi arxasında şeirlərə desinlər. Elmira xanımın gözəl şeiri var, Sədi müəllim söz demək istəyir, Dəlimxan müəllim bilirəm, bizim idarə heyətimiz söz demək istəyir, Bayram müəllim buradadır, Aşığımız buradadır. Hamınıza təşəkkür edirəm, Hüseyin müəllim sizə təşəkkür edirəm, Sultan xanıma təşəkkür edirəm, əziyyət çəkib uzaq yoldan gəlir. Hüseyin xanım bizim sevimli millət vəkilimiz Fatma Yıldırımın anasıdır. Borçalı gözəlidir, Borçalı süsəlidir.
Və həmişə diqqət və qayğı göstərən, borsallara diqqət qayğı göstərən xanımdır. Hamıza təşəkkür edirəm. Var olun, minnətdaram, çox sağ olun. Aşıq bir dənə sən... Yavaş. Sağ ol. Bir söz diyeceğim her birinize teşekkür ediyorum. Müşfik Borsalı'nın büyülüğü bugün jubileyi, senin közün dediğine göre dediği kimi jubiley belədir ki, il boyu devam edilir. Bu gün ad gün olduğuna göre bizde de Borsalı cemiyetinde belə bir qayda var. Həmin günü biz istedik ki, ad günü münasibətiyle ad günü olan insanları tebrik edik. Müşfik müəllimin gördüğü işler çok büyük işlerdir. Bunun böyüklüğünü mən nədə görürəm. Çünkü bütün dünyanın xalqlarının alim və ziyanları özlərinin xalqlarının milli oyanışına həmişə çalışırlar. Çünkü milli oyanış bizim tarixi yaddaşımızı bərpa edir, tarixi yaddaşımız milli kimliğimizi ortaya getirir, ərsiyə getirir. Və bu işlerin hamısını görərkən Müşfik Borsalı öz Borsalı Türklərinin milli oyanışına böyük xidmətləri var. Bütün böyük Azərbaycanımıza da böyük xidmət var. Amma Borsalıda yaşayan, soydaşlarımız yaşayan, Borsalıda yaşayan Borsalı Türklərinə böyük xidməti var. Çünki onların milli oyanışında bizim bu ziyanlarımızın böyük xidməti var. Milli məfkurəmizin formalaşmasında böyük xidmətləri var. Çünki insanların milli oyanışa təşviq eləmək, onların milli kimliyini, tarixi yaddaşını ortaya gətirmək mən elə gəlir ki, bizim alimlərimizin və aydınlarımızın işidir. Bu işdə də Müşfik Borsalı'nın böyük əməyi var. Buna görə mən Müşfik Borsalı'ya təşəkkür edirəm. Haydi kamera. Təbriklere qoşuluram. Səs ol. Mübarək olsun. Borsalımız mən olsun. Bu cahildə göz açmışam bu işıqlı dünyaya. Yani bu asaftan olur. İşığa diyorum baştan başa nura boyan Borsalım. Hükümetinden, söhbetinden, duruşundan doymuram. Tapılar mı yeryüzünde? Senden doyan Borsalım. Yaylaqların gel diyen baş geçtim başladı. Sağlığımı çiçeklerin gözündeki yaşladı. Əyri qarım, ağlağanım Nuhla eyni yaşdadır tarixiyle. Tarixlərə nişan qoyan Borsalım. Torpağında Rəşid kimi pəhlivanın gücü var. Dağlarında igidlərin qalası var, bürcü var. Evlat kimi Zəlxanın hər sana borcu var. Öz yerindən ağır əyləş, möhkəm dayan Borsalım. Yaraşır endamına kendini sar güzel yaradan verip sana böyle bir yar güzel Yok, size hazır esirgemeler güzel tehmet tahtını deyle asını bahar güzel asını bahar güzel alnımı baştan aldı baktım gözün arasına canımı kurban eylerim böyle güzel arkasına libasen dava uyur endam uyur libasına her asker mezun olur
düşük leyli söydasına. Şairem bir sayasal, dönerme bari güzel, dönerme bari güzel, dönerme bari güzel. İndi isə istəyirik ki, bu ad günü münasibətilə tortumuz var, onu kəsək sizin iştirakınızla. Adımız mübarək. Təbrik edirik. Allah uzun ömür, can sağlığı versin. Her zaman borçalımızı. Bu senin için gelecek. Hava gitişi var, ver telefonu tut. Almıştık, telefon vermişim, sana telefon getirin, bir kadar. En çok teşekkür sizə düşür. En uzak yoldan siz gəlirsiniz. Çok sağ olun. Teşekkür edirəm. Bəli. 55 yaşına sözüm budur ki, canın sağlam işlərində uğurlar. Yazıb yaradırsan gözəl kitablar, ot köküzlə bitər demişlər. Alim kimi əsərlərin sevilir, hamı qədrini şükür ki bilir. Müəlliflər sevinib gülür, hər işin başında adım çəkilir. Borçalının qeyrətli oğlu, başın uca öz işini görürsən. Ensiklopediyalar dəyərli, Gürcücə yazılara sevindim. Yaşa, yaşa, min yaşa. Vəfalısan yar yoldaşa, həmişə görmək istəyirəm musuyla qoşa. Allah var eləsin əmr. Sağ ol, sağ ol. Var ol. Mən təbii kimi də verim alım. Sağ ol, sağ ol, sağ ol. Ha, otur, otur, otur. Ha, otur. Tanıyıram, çox eşitmişdim. Amma 2 ildir çox ona necədir, yaxından tanış olmuşam. Çox sevinirəm ki, mən belə Boşcalımı belə qeyrətli, sazlı sözlü oğlunu tapmışam. Onunla yaxın tanış olmuşam. Atalar deyirlər ki, ot kök istəklər. Həmən necə deyirlər, bax o şəxs budur ki, ot kök istəklər. Yəni ki, mən fəxr edirəm ki, mənim Boşcalımda belə qeyrətli oğullar var. Təbrik edirəm. Sağ ol, çok Telefon yaz, nə alırsan qayı. Sağ ol. Sağ ol. Yeter sabahsız burada. Mənim. Yaxşı olasın. Beni hiç izlemişsin orada. Gel gelsin. İndi bizim sevimli müəllim, həmkarımız, el oğlumuz, Sadi müəllimə söz verir. Hamınızı mən təbrik edirəm, hamınızı xoş görürəm. Deməli, İlyas Müşfiq müəllim, mənim şəxsimdir, bir yeri Dalğaz elindəndir. Mən deməli, uzun müddətlə müəllim işləmişəm həmən şərtdə. Mən Müşfiq müəllim nəinki öz kəndçilərini sevir, öz kəndçilərinə hörmət edir. Eləcə də ki, bütün Borçalı zonası, mənim yadımda deyə bilirəm Borçalı zonası, Borçalı cəmiyyəti 1984-dən lisədə əməliyyat etmişdir. 93-də. O düzdür, o yaranandan bəri onu siz davam edirsiniz. Deyirəm, Müşfiq müəllim, mən sizi təbrik edirəm. Sağ ol, sağ ol müəllim, sağ ol. Saadət burada dedi ki, gecə gündüz dedi, o desəm də Müşfiq müəllimə azdır. Deməli, Müşfiq müəllim heç bir ziyalı, heç bir müəllim, heç bir alim 35 il bir yerdə işləməyir. Texnik heç bir universitetdə bu adam 35 il işləyir. Bu da İşləsəm də ilk yerimi bəli, gülləydi. Əskərik vaxtından başlayıb bu adamı. Mən oxumuşam, hamısını bilirəm. Əskərikdə bu şeirlər yapır. Müşfiq müəllim, qoy hər insanda el üçün, obası üçün, milləti üçün istiqanlığı
olmalıdır. Ancaq bu istiqamət sizdə var. Çox sağ olun, çox sağ olun. Sağ olun. Hamıya hükümetləri yeyirsiniz. Hamıya nə tərdim, hamıya çəkib onu xalqa tanıdırsınız. Çox sağ olun. Deyirsin, elə insanlar var, şeirlər yazır falan, pastanı, pislenip qalıb orada. Bu adam öz-özünə düşünürkən, mən çaldım, üzərə xalqa bildirim ki, bu adam şeir yazandır. Ve onun yazdığı qaralama şiirini gətirdirib, o şiirini, qaralama şiirini çap edeyim bu adam. Bu sağ ol düşünməlidir. Bu sənin 55 yaşın yubileyi, 35 il Texnik Üniversitetin yubileyi ve 75 il bu Texnik Üniversitetin yubileyi ve Azərbaycanın milli mətbuatın 150 illiyinin yubileyini Sənin məlumatıyla bir daha söhbət elədik ki, bizim saati doğrudan yazana, özüm üçün yazarım hər zaman. Bəli. Mən müşkül bəli həmişə tədbirlərə çağırır, sağ olsun, təşəkkür edirəm. Hamıya olsun. Bursalı Türklərinin şair olur Təbriz İmamı. O qırağa çəkilməklə deyil, biz onsa sizi görürük. Buyurun. Mən də hər birinizi salamlayıram. Dəyərli el oğlumuz, gözəl insan, xoşa beşiniz mübarək olsun. O günlər Telli xanım zəng elədi ki, bəs kitab çıxardırıq, Müşfiq müəllim barədə şeirdən zaten yazırsanmı? Dedim, hala yazmamışam. Çünki bu şeir biraz məsuliyyətli işdir. Həm şeir, həm duadır, həm alqışdır, həm də bir çağırışdır. Gərək sözə biraz məsuliyyətlə yanaşırsınız. Akşam otdum, nəsə istədim yazam, vaxtım alınmadı, yaza bilmədim. Sülh namazında elə bir söz özü məni silkələdi ki, dur indi yaz. Yəni, gözəl sözlərin hamısı deyildi sizin üçün. Artıq deməli bir şeirimi oxuyum sizə. Səhər-səhər yazdığım üçün əzbərdən bilmirəm, ona görə üzürü hesab edeyim. Buna gəlsəniz demiş. Elə azam vaxtı idi. Ruhu ipək kimi edər, namaz vaxtı əzan müşfiq. İndi sana şeir yazır müdəm, haqqı yazan müşfiq. Xeyr işə köhlə ağlı, haqqa uzan sollu, sağlı. Ol duaya, zikrə bağlı, söz xatırla, söz al müşfiq. Onun əydin haqqı sayar, beləcə bağlar əlaya, dönəcək çeşməyə, çaya zirvələrdən sızan müşfiq. Varlıq sirdir, sir zamanda, dür xırdala, dür zamanda, bət hökm edən bir zamanda, düz pərt olun bəzən müşfiq. Ey darvazın dəymiş barı, ömür gəlib olub yarı, axtarır istedatları qapı-qapı gəzən müşfiq. Çalış ömrü etmə hədər, bürüməsin ələm, kədər, bax beləcə sona qədər olsun meyin məzən müşfiq. Çox sağ olun, çox sağ olun. Ömrü yazan verən təkdir, ruhum semalara çəkdi. 55'in mübarək, yüzə olsun rızan, müşfiq. Aram xoş Təbriz imanla, nəfsi qına, nəfsi dağla, yaxşı düşün, yaxşı anla, var tərazi, bizə, müşfiq. Sağ olun. Sağ olun. Çok teşekkür ederim. Değerli şehrimize. Çok sağ olun. Bir de söz vermek istedim. Ferman Borçalı'ya. Nazil müəllim, gəlin bu əyləşin qapıda. Yer var da, gəl, yer var da, olmasa deyərəm, gəlin. Xahiş edirəm, gəlin. Sarıram, siz özün əyləşin. Gəl, yer var burada. Çox hörmətli dostlar, xanımlar, bəylər, hoş gəlib səfa gətirmişsiniz. Gələn qədəmləriniz mübarək olsun.
Talih sizə yar olsun, ömrünüz saadətlə, qəlbiniz olsun. Mən Vurğun abi şirin dilli təmiz ürəyə, and olsun Allaha, bu yerə göyə salmaram. Bursal Cəmiyyətinin sədri Ramiz Həsən onun sözünü yerə. Hər kəsin bir eşqi, bir ədası var. Belə görüşməyin də öz safhası var. Nə yaxşı könlümün öz vəfası var. Borçalı Fərmanın düşü üçün dəyərli bir el olması var. Var ol, var ol. Sağ ol. Dost məhəbbəti, dost məhəbbəti bir sərmayədir. Halallıq güc verən ona mayədir. Saflıq səmalardan gələn ayədir. Onu yanılacaq. Müşük qardaşım, ana vətən Borçalının ən sevimli evladısı. Allah səni qorusun.